Ana Vətən Partiyasının sədri Fəzail Ağamalıoğlu il arasında olan mübahisəyə aydınlıq gətirib. Moderator.az məlumat verir ki, bu haqda keçmiş deputat APAya açıqlamasında vurğulayıb. Fəzail Ağamalı agentliyə açıqlamasında bildirib ki, oğlu Elçin Ağamalı qurultayın işini pozmaq istəyib və yaranmış vəziyyətdə qurultay nümayəndələri Fəzail Ağamalının növbəti qurultaya qədər sədr postunda qalmasını dəstəkləyiblər. Hazırda Ana Vətən Partiyasının qurultayı keçirilir. Partiyanın sədri Fəzail Ağamalı qızı Günay Ağamalının namizədliyini irəli sürdü. Ancaq çox az sayda dəstək gördü. Qurultayın əksəriyyəti mənim namizədliyimi irəli sürüb. Bunu həzm edə bilməyən Fəzail Ağamalı isə qurultayın gedişatını pozmağa cəhd etdi. Moderator.az məlumat verir ki, bu sözləri globalinfo.az-a açıqlamasında Fəzail Ağamalının oğlu, partiya sədrinin təşkilati məsələlər üzrə müavini Elçin Ağamalı bildirib. O, atasının dolayı yolla ona mane olduğunu bildirib, atam Fəzail müəllim 30-40 nəfər olan öz tərəfdarları ilə zalı tərk etdi. Qalan qurultay nümayəndələri zalda əyləşiblər. Onu da əlavə edim ki, zalın işığını söndürtdürərək insanları oradan çıxarmağa çalışırlar. Hətta qurultay nümayəndələrini mühafizə çağıraraq təhdid edirlər. Elçin Ağamalı bacısı Günay Ağamalının partiya sədri seçilməsinə qarşı olduğunu bu cür izah edib. Hazırda qurultayda 100 nəfər nümayəndə iştirak edir, onlar məni dəstəkləyir. Biz yekun və ədalətli nəticə əldə etmək üçün əlimizdən gələni edəcəyik. Demirəm ki, Günay xanım seçilməsin. Burada söhbət mənim istəyib istəməməyimdən getmir. Partiya üzvlərinin seçimindən gedir. 100-dən artıq nümayəndə faktiki olaraq mənim namizədliyimi dəstəkləyir.